Qədim keçmişə malik olan tarixin müxtəlif dövrlərində yadelilərə qarşı mətanətlə dayanan dahi şəxsiyyətlər yetirən Naxçıvan torpağında Azərbaycan xalqına məxsus zəngin maddi-mədəni irs formalaşmışdı. Müasir Azərbaycanın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafına yönəlmiş fəaliyyətinin ikinci mərhələsi də məhz Naxçıvan Muxtar Respublikasından başlanmışdı. Naxçıvanda başlanan köklü islahatlar sonraki dövrdə ümumən Azərbaycanın hər yerində baş verən böyük yeniləşmə və inkişaf prosesləri üçün möhkəm zəmin formalaşdırmışdı. Muxtar Respublikanın müasir tarixindəki son 17 il isə yeni intibah mərhələsi kimi yadda qalmışdı. Zaman etibarilə o qədər də böyük olmayan bu müddətdə ictimai tərəqqi, iqtisadi inkişaf və sosial islahatlar yolunda əzmlə addımlayan Naxçıvan Muxtar Respublikası mühüm nailiyyətlərə imza atmışdı. Ötən dövr ərzində həyata keçirilən islahatlar Muxtar Respublikada makroiqtisadi səviyyəni xarakterizə edən göstəricilərin pozitiv meyilli, dayanıqlı və tarazlı yüksəlişini təmin etmişdi. 2012-ci ildə ümumi daxili məhsul istehsalı 2011-ci illə müqayisədə 16,8%, 1995-ci illə müqayisədə isə 48 dəfə artaraq 2 milyard 103 milyon 424 min manata çatmışdır. Sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədi ilə əsaslı şəkildə islahatların aparılması, iqtisadiyyatın davamlı və tarazlı inkişafının təmin edilməsi, Muxtar Respublikamızın sosial-iqtisadi inkişafının hazırki mərhələsinin prioritet vəzifələrindəndir. Bu vəzifələrin icrası istiqamətində dövlət siyasətinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən sahibkarlığa kömək fondunun regionların tarazlı inkişafı, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın dəstəklənməsi, əhalinin işgüzarlıq fəaliyyətinin təmin edilməsinə yönəldilir. Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramının uğurlu icrası çərçivəsində təkcə 2012-ci ildə sahibkarlığa kömək fondu tərəfindən güzəştli şərtlərlə 68 layihənin maliyyələşdirilməsinə 13 milyon 404 min manat, ümumilikdə 2000-2012-ci illər ərzində 1087 layihənin maliyyələşdirilməsinə 89 milyon manatdan çox kredit verilmişdir. Muxtar Respublika rəhbərinin sahibkarlarla keçirdiyi görüş, problemlərin həlli istiqamətində verdiyi tapşırıqlar, güzəştli dövlət maliyyə dəstəyinin göstərilməsi, müxtəlif nominasiyalar üzrə biznesdə uğur mükafatının təqdimatı sahibkarların fəaliyyətinin stimullaşdırılmasında əhəmiyyətli rol oynayır. Sahibkarlıq fəaliyyətinə göstərilən diqqət və qayğı ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artıraraq 87%-ə çatmasına səbəb olmuşdur. Sahibkarlığın inkişafına daha əlverişli biznes mühiti formalaşdırmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq, lisenziya sistemini təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq fərmanına uyğun olaraq 3w.icazələr.nax.az icazələrin elektron informasiya portalı yaradılmış və sahibkarların, eləcə də sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin istifadəsinə verilmişdir. Həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olaraq Muxtar Respublikada 2012-ci ildə yerli xam maldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən 98 layihə üzrə istehsal və xidmət sahələrinin qurulması başa çatdırılmış, 24 layihə üzrə yeni sahələrin qurulması davam etdirilmişdir. Yeni yaradılmış və fəaliyyəti bərpa edilmiş müəssisələrdə 344 növdə 859 çeşiddə məhsul istehsalına nail olunmuş, 330 növdə məhsula olan tələbatın tamamilə daxili imkanlar hesabına ödənilməsi təmin edilmişdir. Məhsul istehsalına nail olmaqla yanaşı, daxili bazarın qorunması da əsas vəzifə kimi qarşıya qoyulmuş, ötən müddət ərzində suni qiymət artımının qarşısının alınması məqsədi ilə əsas istehlak mallarının pərakəndə
və topdan satış qiymətləri nəzarətdə saxlanılmış, mütəmadi təhlillər aparılmış. Bunun nəticəsi olaraq Muxtar Respublikanın daxili bazarında istehlak mallarının qiymətlərinin sabit saxlanılmasına nail olunmuşdur. Sahibkarlıq subyektlərinin sayının artması, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinə də müsbət təsir göstərmiş. 2012-ci ildə 7742 daimi olmaqla 8069 yeni iş yeri yaradılmışdır. Ümumilikdə isə 2003-cü ildən ötən müddət ərzində 57109, o cümlədən 40798 daimi iş yerinin açılması təmin edilmişdir. Yeni iş yerlərinin açılması, məşğulluq səviyyəsinin artırılması, orta aylıq əmək haqqının da yüksəlməsinə səbəb olmuş, bu da öz növbəsində əhalinin gəlirlərinin həcminə öz müsbət təsirini göstərmişdir. 2011-ci ilə nisbətən 2012-ci ildə əhalinin gəlirləri 12% artaraq 1 milyard 623 milyon manatdan çox olmuşdur. Məhsulların istehsal həcminin və çeşidinin artması Muxtar Respublikanın ixrac potensialını daha da zənginləşdirmiş, yerli məhsulların dünya bazarlarına çıxarılmasına əlverişli şərait yaratmışdır. Bu çərçivədə 2012-ci ildə Muxtar Respublikanın xarici ticarət dövriyyəsinin həcmi 2011-ci illə müqayisədə 12,5%, 1995-ci illə müqayisədə isə 23,7 dəfə artaraq 450 milyon 914 min Amerika Birləşmiş Ştatları dolları olmuş, xarici ticarətdə 296 milyon Amerika Birləşmiş Ştatları dollarından çox müsbət saldo əldə olunmuşdur. Uğurla həyata keçirilən iqtisadi inkişaf strategiyası nəticəsində sənaye sektorunun dayanıqlı inkişafına nail olunmuşdur. 2012-ci ilin yekunlarına əsasən sənaye sektorunda məhsul istehsalının həcmi 2011-ci illə müqayisədə 15,7%, 1995-ci illə müqayisədə isə 87 dəfə artaraq 799 milyon 492 min manata çatmışdır. Sənaye istehsalının genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və 2012-ci ildə daxili tələbatdan artıq istehsal olunmuş 280 milyon 622 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac edilmişdir. 2012-ci ildə qarışıq yem, güzgü və şüşə üzərində dekorasiya məmulatları, zərbəyə davamlı şüşə, penoplast lövhələr və izolyasiya məmulatları, beton məmulatları, qənd, şəkər tozu paketləmə, kvaz, şampun, maye sabun, antiseptik və dezinfeksiya məhlulları, konserv taralar, parçadan hazırlanmış uşaq oyuncaqları, limonad, qazlı şirəli içkilər, ağac kömürü, ətli istiqamətində damazlıq yumurta, süd məhsulları istehsalı sahələri, tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksi, arıcılıq təsərrüfatı, ərzaq məhsullarının saxlanması üçün soyuducu ambar istifadəyə verilmiş, plastik məişət əşyaları və plastik lük qapaqları, uşaq bezi, pet taraların təkrar emalı və bərk band, meyvə likyoru, ətin emalı və kalbasa məhsulları, ət konservi, bərk pendir istehsalı sahələrinin yaradılması davam etdirilmişdir. Bununla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq qəsəbə və kəndlərdə kiçik həcmli layihələrin icrasına başlanmışdır. Yaradılması nəzərdə tutulan kompleks arıçılıq təsərrüfatı, meyvə tərəvəz məhsullarının paketlənməsi, fərdi quşçuluq təsərrüfatları, yabanı dərman bitkilərinin tədarükü və qablaşdırılması, südün emalı və xama, bərk pendir, göbələk konservası, mövz istehsalı sahələrinin reallaşdırılması, qəsəbə və kəndlərin təbii sərvətlərinin, xam mal ehtiyatının və əmək resurslarının istehsala cəlb edilməsi məqsədi daşıyır. Muxtar Respublika iqtisadiyyatında kənd təsərrüfatı hər zaman öncül yerlərdən birini tutmuş, yeni emal müəssisələri yaradılmış, məhsul istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi göstərilmiş, istehsal olunan məhsulların saxlanılması və satışının təşkili istiqamətində mühüm işlər görülmüş, məhsul istehsalı ildən ilə artmışdır. Ötən il ərzində 60.118 hektar sahədə əkin aparılmış, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 318 milyon 836 min manat təşkil etmişdi ki, bu da 2011-ci ilə müqayisədə 9%, 1995-ci ilə müqayisədə isə 8,3 dəfə çoxdur.
Həmin dövr ərzində kənd təsərrüfatının prioritet məhsulları olan taxıl istehsalı 4,7 dəfə artaraq 111.691 tona, kartof istehsalı 98,6 dəfə artaraq 39.440 tona, tərəvəz məhsulları istehsalı 50,6 dəfə artaraq 65.809 tona, bostan məhsulları istehsalı 104 dəfə artaraq 41.791 tona, meyvə və gilə meyvə istehsalı 3 dəfə artaraq 56.720 tona çatmışdır. Əhalinin ərzaq məhsullarına olan tələbatının daha dolğun və yerli istehsal hesabına ödənilməsi istiqamətində son illərdə 18.000 ton uzun müddətli və 20.000 ton qısa müddətli taxıl ehtiyatı anbarı, 15 taxıl emalı müəssisəsi, 41 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 9 balıqçılıq, 100 arıçılıq, 51 bağçılıq təsərrüfatı yaradılmışdır. Yeni heyvandarlıq və maldarlıq təsərrüfatlarının yaradılması, mövcud malqaranın cins tərkibinin yaşlaşdırılması məqsədi ilə cins malqaranın gətirilərək lizinq yolu ilə fermerlərə verilməsi, Muxtar Respublika əhalisinin keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullarla təminatında mühüm rol oynayır. Muxtar Respublikada 227 yeni heyvandarlıq təsərrüfatının yaradılması əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına öz töhfəsini vermişdir. İstehsal olunan məhsulun saxlanması üçün infrastrukturun yaradılması və əhalinin payız-qış mövsümündə meyvə və tərəvəz məhsullarına olan tələbatının daha dolğun ödənilməsi məqsədi ilə ümumi tutumu 11.720 ton olan 13 soyuducu ambar, ümumi sahəsi 42.036 kvadrat metr olan 10 istixana kompleksi istifadəyə verilmişdir. 2005-ci ildə yaradılan Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları istehsalına marağın artırılmasında, istehsalçıların gübrə və texnika ilə təminatının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayır. Muxtar Respublikada kənd təsərrüfatı istehsalçılarının texnika ilə təchizatını təmin etmək məqsədi ilə təkcə 2012-ci ildə 185 ədəd, ümumiyyətlə 879 müxtəlif adda texnika gətirilərək Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə lizinq yolu ilə icarəyə verilmişdir. Bugün rayon mərkəzlərində, şəhər və kəndlərdə aparılan tikinti quruculuq, abadlıq və təmir işləri Muxtar Respublikanın simasını gözəlləşdirməklə yanaşı, həm də inkişafın təcəssümünə çevrilmişdir. 2012-ci ildə bütün mənbələr hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2011-ci ilə müqayisədə 20,4%, 1995-ci ilə müqayisədə isə 322 dəfə artaraq 982.264.700 manata çatmışdır. Həmin dövr ərzində Muxtar Respublikada 10.400-dən çox sosial infrastruktur obyekti inşa edilmiş və 3 milyard 700 milyon manatdan artıq investisiya sərf olunmuşdur. Bu günə kimi Naxçıvan şəhərində əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 116,2 km uzunluğunda su xətti, 113,8 km kanalizasiya xəttləri çəkilmişdir. Ötən ildə 139,4 km uzunluğu olan avtomobil yolları, 11 ədəd yeni körpü, 31 təhsil, 15 səhiyyə, 26 mədəniyyət müəssisəsi, sosial qayğıya ehtiyacı olan ailələr üçün 13 fərdi yaşayış evləri, ümumilikdə isə 724 obyekt istifadəyə verilmişdir. Tikinti sektorunda görülən işlərin bir xüsusiyyəti, onun çox şaxəli olmasıdırsa, digər tərəfdən bütün qəsəbə və kəndlər arasında mütənasib şəkildə aparılmasıdır. Bu səbəbdən idarə etmənin səmərəli təşkilinə şərait yaradan, kənd sakinlərinin problemlərinin qısa zaman ərzində həllinə imkan verən, kənd mərkəzlərinin və gündəlik istehlak mallarının sərfəli qiymətlərlə əlavə nəqliyyat xərci çəkmədən əldə etməsi üçün yaradılan xidmət mərkəzləri mühüm əhəmiyyət daşıyır. Təkcə 2012-ci il ərzində 14 kənd mərkəzi, 15 xidmət mərkəzi əhalinin istifadəsinə verilmişdir. Ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvana elektrik enerjisi və təbii qaz nəqli dayandırılsa da, görülmüş tədbirlər nəticəsində Muxtar Respublikaya təbii qaz nəqli bərpa olunmuş, əhali və təsərrüfat subyektləri tam qazlaşdırılmışdır. Muxtar Respublika iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının ödənilməsi məqsədi ilə yaradılmış 4 elektrik stansiyası və tikintisi davam etdirilən Ordubad, Arpaçay,
və Arpaçay 2 elektrik stansiyalarının hesabına elektrik enerjisinin istehsalı potensialı 251 megavata çatdırılmış, bununla da Muxtar Respublika elektrik enerjisi idxalçısından ixracatçısına çevrilmişdir. Respublikada ötən müddət ərzində informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilmiş, əhaliyə göstərilən xidmətlərin həcmi, kəmiyyət və keyfiyyətcə artırılmışdır. Həmçinin Culfa rayonunun Nəhəcir kəndində Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin ehtiyat yerüstü peyk idarə etmə mərkəzi inşa edilmişdir. 2012-ci ildən etibarən Muxtar Respublikada rəqəmsal televiziyanın test yayımına başlanmışdır. Muxtar Respublikada yeni nəsil telekommunikasiya şəbəkələri qurulmuş, müasir rabitə və informasiya texnologiyalarının tətbiqi daha da genişlənmiş, əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 2011-ci illə müqayisədə 8,2%, 1995-ci illə müqayisədə isə 101 dəfə artaraq 42 milyon 474 min 200 manat olmuşdur. Elm, mədəniyyət, səhiyyə və təhsil Muxtar Respublikanın davamlı inkişaf strategiyasının ən qabaqcıl istiqamətləri kimi öz əhəmiyyətini qorumuş, son 17 ildə 280-dən çox elm, təhsil, 220-dən çox mədəniyyət, 200-dən çox səhiyyə və 35-dən çox idman obyekti tikilərək əhalinin istifadəsinə verilmişdir. Respublikada yol nəqliyyat kompleksinin yeniləşməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər daim diqqət mərkəzində saxlanılmış, ötən illərdə Muxtar Respublikada uzunluğu 3360 kilometrdən çox avtomobil yolları, 137 ədəd körpü salınmış, ölkə daxilində və xarici ölkələrə yeni aviareyslər və avtobus səfərləri açılmışdır. Son illər Muxtar Respublikanın artan sənaye potensialı, yeni istehsal sahələrinin yaradılması, həyata keçirilən ekoloji siyasətin əsas istiqaməti kimi yaşıllaşdırma tədbirlərinin əhəmiyyətini xeyli dərəcədə artırır. 2012-ci ildə də ekoloji tədbirlərin intensivliyi diqqət mərkəzində saxlanılmış, 525 hektar sahədə meşə salma və meşə bərpa işləri aparılmış, 300 mindən çox ağac və gül kolları əkilmişdir. Naxçıvandakı yeniləşmə və intibah turizmin inkişafına da öz töhfəsini vermişdir. Tarixi, mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılmış, turizm obyektlərinin inşası və tarixi abidələrin yenidən qurulması davamlı xarakter almış, Muxtar Respublikanın şəhər və rayonlarında möhtəşəm abidələr ucaldılmışdır. Muxtar Respublikanın turizm imkanlarının təbliği bu diyara olan marağı daha da artırmış və 2012-ci ildə gələn turistlərin sayı 358 min nəfəri ötmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci ili milli dəyərlər ili elan etməsi xalq yaradıcılığı sahələrinə göstərilən dövlət qayğısını daha da artırmışdır. Milli sənətkarlıq və xalq yaradıcılığı nümunələrinin mühafizəsi və gələcək nəsillərə ötürülməsi məqsədi ilə emalatxanalar yaradılmış, çoxsaylı maarifləndirici tədbirlər, müsabiqələr keçirilmiş, təbliğat və məlumat xarakterli yeni kitablar nəşr edilmiş, müasir Naxçıvan sənətkarları və Naxçıvan mətbəxi adlı kitablar çapdan çıxmışdır. Bir sözlə, inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, tikilib ucaldılmış, düşmən sərhəddində alınmaz qalaya çevrilmiş Naxçıvanın sosial-iqtisadi və mədəni həyatında baş verən köklü dəyişikliklər Azərbaycanın bu qədim və həmişəcavan diyarının sabahki üfüqlərinə də nur işıq salır. Əminliklə demək olar ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti Heydər Əliyev ilə elan olunmuş 2013-cü ildə də Muxtar Respublikamızın sürətli inkişaf tempinin qorunub saxlanılmasına, daha uğurlu nəticələrə və yeni nailiyyətlərə doğru inamla irəliləməsinə geniş imkanlar açacaqdır.